Eləmədilər. Eləmədir. Trump'ın birinci hakimiyyəti dövründə İrana sanksiyalar artırıldı. Biden hakimiyyəti o sanksiyaları yüngülləşdirmədi. Deməli, burada Trump-Biden söhbəti yoxdur. Amerikanın dövlət maraqları, dövlət siyasəti məsələsi var. Əgər Amerikanın dövlət siyasətində bu günü-gündən ağırlaşdırma ilə, dərinləşdirmə ilə gedirsə, Amerika, bayaq dedim, bir təyyarə daşıyan gəmini 20-30 təyyarə xüsusi gəmilər mühafizə eləyir. Bunların hamısı puldur. Bir təyyarə daşıyan gəminin 5-10 min kilometr yol gəlib, ora yerləşdirilməsi milyonlar, bəlkə də milyardlar deməkdir. Amerika bu xərci niyə çəkir? Çəkirsə, deməli, bunun mütləq nəticəsi olacaq. İkinci bir tərəfdən, Amerika uzun müddətli əvvəldə dedim, Böyük Orta Doğu proyektini fəaliyyətə keçirib. Böyük Orta Doğu proyektinin tərkib hissələrindən biri, əsas bəndlərindən biri odur ki, xırda, zəif oyuncaq dövlətlər yaransın. Ki, Amerika istədiyi kimi onu idarə edə bilsin. Görürsünüz, yine Trump gömrük vergiləri, gömrük rüsumunu artırır, güclü dövlətlər ona qarşı durur. Bu, Amerikanın siyasətinə zərərdir. Ona görə də Amerika mütləq elə dövlətlər yaratmağa çalışır ki, istədiyi kimi idarə edə bilsin. Ona görə də mütləq və mütləq 3 gün tez, 5 gün gec İranı dağıdacaqlar. Biz. İranın dağılması qaçılmazdır. Mən hələ 1-2-3 il bundan qabaq Real TV-də çıxış eləyəndə dedim, İran masadadır. Sadəcə pay bölgüsündə razılaşa bilmirlər. İngiltərə deyir, mənə bir belə düşməlidir, Amerika deyir, mənə bir belə düşməlidir, Avropa İttifaqı mənə, orada razılaşa bilmirlər. İranın dağılması qaçılmazdır. Biz nə qazanacağıq, nə itirəcəyik. Bax, bütün Azərbaycan milli qüvvələri, fəalları, siyasətçiləri, iqtisadçıları, politologları bunun üstündə düşünməlidir. Bütün siyasi təşkilatlar.